Axşamınız xeyir olsun. Mənim başıma İranda da çox işlər gəlmişdi. Burada da çox işlər gəldi. Mən deməli çox əziyyətlər çəkdim valla. Nə bilim. Mənə düz harasa $1500 pul atdılar, vermədilər. Yəni nəyi necə, nə cür yollanır, bütün yolları yoxladım, yəni ala bilmədim. Mən oradan malı yükləyəndə İranda malda biraz problem var idi. Deməli malda problem var idi biraz. Orada malı alan düz mənim yanımda maşının içində idi. O görüntülərdə vardı. Mən ora prosto rətləndirmişəm ki, keçən səfərki videomda var. Deməli mən o görüntülərdə şey deyirdim. Yəni deyirdim də malda problem var, amma malın yiyəsi mənim yanımda idi, deyirdi problem yoxdur. Gəldim burada mal daha da problemli çıxdı çünki daşıma oturacaqda düşmüşdüm. Malı boşaltmışlar, mal istilik görmüşdü. Mal biraz da yarpaqları qaralmışdı. İlk yarpaqlar, üz yarpaqları biraz qaralmışdı. Heç nə. Nə baş ağrıdım. Onu mənim üstümə atdılar. Nə qədər dedim ki, gəlin ekspert təyin eləyək, xaladenik yoxlatdıraq, malı yoxlatdıraq, onu eləyək, bunu eləyək. Yəni heç bir şey eləmədilər. Son axırda da yəni qırğın, müsibət, o yan bu yan Obşi Rus pulu ilə 130.000 rubl mənə pul atdılar, vermədilər. O da $1500 deyirəm, amma 130.000 hardasa 2700 manata yaxın pul eləyir. $1500 hardasa $1600 pul atdılar, vermədilər. Onların haramları olsun. Mən bu qədər əziyyət çəkdim. Mən İrandan o qədər əziyyət çəkdim. Mən elə bir ki, bura bu dəqiqə gəlib qayıtmağım sıfır. Sadəcə Raskoda gəlib qayıdıram. Başqa heç nə. İnanın ki, mən 4 gündür burada nələr çəkirəm, 5 gündür nələr çəkirəm. Yəni onu bir tək Allah bilir. Gecələr yata bilmirəm. Bütün günü əsəb, stres, qırğın, ancaq onlarla danışmaq, qırğın müsibətdə ancaq beləncə. Mənə konkret, nə bilim, Allah onların bəlasını versin. Siz də çox sağ olun, minnətdaram. Çox gözəl rəylər yazırsınız, o birisi videoda görürəm, oxuyuram. Çalışdığım qədər də hamıya cavab verirəm. Cavabsız heç kəsi qoymuram. Allah hamımıza razı olsun. Çox gözəl rəylər yazırsınız. Minnətdaram hər birinizə. İnanın ki, elə o yazdığınız rəylər mənə enerji verir. Bu video mən çox qısa olacaq. Vəssalam. Yəni buradan sürüm gedim şeyə çatım. İstəyənkəyə çatım. Bunu elə belə video kimi paylaşacağım da oradakı məlumatımız olsun. Bu gün ayın 3-üdür, sentyabrın 3-üdür. Mən gedirəm dayanacaqda dayanmağa, İstəyənkədə dayanmağa. Vəssalam. Özünüzdən müğayət olun. 3-4 dəqiqəlik video olacaqdı, onu elə belə paylaşacağım. Bəlkə də o birisi videoyu yerləşdirib paylaşacağım. Çünki bundan sonra mənim Tiflis reysim başlayacaq. Sabah qismət olsun. Mən gedib Sergeyo Posad deyilən bir ərazi var. Sergey Posad deyilən ərazi var. Mən oradan yükləyəcəm butulka yükü. İnşallah oradan da gedəcəm Azərbaycan, oradan sonra da Tiflisə. Vəssalam inşallah. Yəni belə gedəcəm Tiflisə. Gedəcəm Azərbaycana, Bakıya. Bakıdan da sonra Tiflisə. İnşallah. Burada Food City'nin çıxışıdır. Gedirəm. Harasa buradan 80 səhv etmirəmsə 80 kilometr olmalıdır dayanacağa qədər məsafəm. Gedim ora. Orada McDonald's falan da var, zapravka da var. Gedim ora. İnşallah yaxşı olar. Orada bir dənə ödənişli şey eləyim, kartı. Vəssalam. Kartında vurdıq. Bu da bizim çıxışımız. Yaxşı ki, yəni sağ-salamat buradan qəzasız, bəlasız qurtuldum. İnanın ki, yəni sözlə ifadə olunası bir şey deyil. Sözlə ifadə olunası bir şey deyil. Mən o qədər əziyyət çəkdim. Özgəsi olsa, yəni o qədər adamı yandırmaz. Azərbaycanlı məni belə bir vəziyyətə saldı.
malın buradakı yiyəsi. Nə bilim, haram yeyə nə qədər qabağa gedə bilərlərsə gedərlər. Axır ki, gəlib bir yerdə ilişəcəklər. O, bütün onların varı dövləti, pulu əllərindən alınanda, başlarına bir böyük bir hadisə gələndə, həmin ki, bax, bu günü xatırlayacaqlar ki, mən burada Orxanın bu qədər pulunu kəsmişdim, o məndən artıqlaması ilə çıxdı. Çox danışıb da sizi yormaq istəmirəm. Bu da bir pis bir xatirə kimi yaddaşlarda qaldı. İstəyirsiniz elə yolu çəkərəm. Ən azından bir 15-20 dəqiqə yol çəkərəm. Siz də baxarsınız. Yəni Moskva yolları deyək. Nətər olur, necə olur. Hal-hazırda hələ mən Food City-nin içindəyəm, hələ çıxmamışam. Başım ağrıyır. Belimdə də ağrı var idi azmaz. Bütün, yəni hər şey aləm qarışıb bir-birinə. Sağ-salamat birinə. Gedim dayanacağa çatım. Sabah da yükləyim, sənədləri götürüm. Problemsiz xırda-xırda üzü Azərbaycana doğru, üzü Bakıya doğru gedək. Çox pis oldu, valla. Düşündükcə işlərimiz lovlaya bilmirəm. Yəni 130 min az pul deyil. Mənim baxın da, yalandan sizə nə deyim, mənim İrana girib, çıxıb bura gəlməyim harasa rasxodum eləyir 2300-2400 dollar. Elə mənə 2300 dollar pul verdilər. 2300 dollar mənə pul verdilər, elə bir başa başda. Belə deyək. Allah belə insanları lənət eləsin. İndi buradan sağa çıxacam. Buradan çıxacam. Svetofor söndü. Bunlar tərpənənə qədər. Buradan çıxıram, gedirəm. Yolda təmir işlər də gedir. Qaska vururlar, yola rəhləyirlər. Burada da belə eşşək sürücülər var. Yer olmadığı halda keçən. Gəlin sizə başıma gələn, yəni 50 ilin şoferinin başına gəlməyən bir hadisəni danışım. Mənim o başıma gəlib. Deməli, mən təzə etdiyim vaxtlardır. Piterə nə aparmışdım mən Piterə? Alma aparmışdım. Səhv etmirəmsə 2020-dən 21-ə keçən il idi. Səhv etmirəmsə. Ya da 21-dən 22, amma yenə də dəqiq bilmirəm. Yadımda tam qalmayıb. Mən Piterə alma aparmışdım. Deməli, mən Piterə alma aparmışdım. Almanı yüklədiyim yerdə gördüm, yaxşı alma deyil, çürükləri çoxdur. Gördüm, çürükləri çoxdur. Orada yüklənən yer dedim ki, yəni bu almanın vəziyyəti pisdir də, yaxşı deyil. Dedilər ki, yox, hər şey qaydasındadır. Bu da bilməm, bilirsiniz, yox. Mal yükləyəndə mala belə bir ya yekə qutuda olur, ya da flash-kart kimi bir şey var, qoyurlar. O elə bir ki, mal hansı temperaturda içəridə qalırsa, yəni malın hansı temperaturu gəlirsə, o ora bir-bir, saat-saat, dəqiqə-dəqiqə yazır. Deməli, ondan qoyublar içinə. Mən də tikəldim yola, gəldim Piterə çatdım. Malı boşaltdılar. Çünki mən çat boşalda gəlmişim də, orada gözləmirsən. Çatan kimi boşaldılar, sklada gəlmişdim. Boşaltdılar, bəs mənə çağırdılar ki, mal bərbad vəziyyətdədir də, yəni bu malı biz belə qəbul edə bilmərik. Dedim, qardaş, mən niyə bilərəm də, yəni mal belədir. Deməli, mənə dedi ki, mən otağa çağırdı, ikinci mərtəbəyə qalxdıq. Deməli, şey elədi ki, bəs malın yiyəsinə yığıram sənin yanında. Malın yiyəsi də Azərbaycanda deyildi. Hadiyəsə Almaniyaydı, səhv eləmirəmsə, yadımda tam qalmayıb. Haradaydı, yadımda tam qalmayıb. Ona yığdılar, ona zəng elədilər.
Biz buradan nətər keçəyik, bunlar neynirlər? Ona zəng vurdular ki, bəs mal belə-belə gəlib. Mən də eşidirəm də mikrofona qoyublar. O da deyir ki, bəs şeydir, onun malı şofer xarab eləyib. Xaladinq işlətməyib, xarab olub, elə deyir. Mən də eşidirəm axı. Amma dedim ki, onun, mən malı kimə ki gətirmişəm, Moskvadan yiyəsə, mən ona deyirəm ki, burada, bəs qardaş, yəqin ki, onun cukdan xəbəri yoxdur, qoyulan flaşkartdan xəbəri yoxdur. Birinci, yəni, dedim, hə, əlbəttə ki, maşına dedim, cuk qoyublar, o temperatur hər bir şeyini ölçür. Və salam, dedim, onda onu gətir, harada, dedim, 4-cü paletdə. Nəysə, saydılar 4-cü paletin üstündən götürdülər, taxtılar kompüterə, baxdılar ki, mən xaladinqi işlətmişəm, xaladinqdə qram problemi olmayıb, temperatur problemi olmayıb xaladinqdə. Mən xadı gətirdilər, pulu saydılar mənə, verdilər. Dekabrın səhv etmirəmsə 24-dür, belə olmalıdır. Hər nəysə, mənə də kimsə demişdi ki, bəs elektron mallar Azərbaycan gətiriləndə tamojda ilişdirirlər də, ilişirsən, daşıma otura düşürsən, 3 gün, 4 gün qalırsan tamojda. Sən demə, o deyən adam mənə işlənmiş zapças demək istəyib, amma elektronika deyib. Mənim də ağlımda elə qalıb. Nə başımıza ağrıdım, dekabrın 24-dü yüklərin ucu demək olar, olmayan vaxtıdır da. Dekabrın 24-dü yüklərin ucu olmayan vaxtıdır. Bəs mənə yığdılar ki, milyon yemanat aparatları var. Azərbaycana aparmaq lazım, apara bilərsən. Dedim, yox, dedim, məni ilişdirəcəklər. Dedilər, vallahi Orxan, yəni o malla ilişə bilmərsən də. Özdə dekabrın 24-dür. Yeni ilə doğru vəxşi yük olmayacaq, qalarsan orada. Dedim, yox, istəmirəm. Götürmədim. Nəysə, 24 oldu, 25, 26, 27, 28-i, axırı 29-u günorta idi, mənə zəng gəldi ki, Çagoda deyilən bir kənd var. Oradan gedib yükləyə bilərsən butulka Bakıya. Özə havai qiymətə, yəni sizə deyim bəs normal qiymətli yox, havai qiymətə. Hər nəzər razılaşdım, gecə ilə sürdüm, gəldim. Mən də oranı tanımıram da, orada bir şofer var. Mənə deyir ki, bəs şeydir, orada elə bir dəmir yolunu keçən kimi sağa dön. Sən demə, yol özü mənə aparacaqmış. Mən də dəmir yolunu keçən kimi sağa döndüm. Harsa basılmamış bir metrə yarım qar var idi. Onun üstə çıxdım, şurada maşın, boş maşın, batdım, qaldım orada. Özdə düz vəziyyətdə yox, qayçılanmış vəziyyətdə. Gecə saat 12, mən qalmışam orada. Qardaş yüklü maşından gəldi, remenlər, zadlar taxdıq. Məndə remenlər 5 tonluq remenlər idi. 5 tonluq remenlər idi, o da yəni bir işə yaramır da. Mənim maşın, boş maşın 18 tondur, batıbsa da indi Allah bilir neçə ton sayılır o. Bir-birinə bağlayırıq, dartırıq, remen qırılır, nə bilim, onun buksur yeri yox idi o maşında, onun zapaska yerinə bağlamışıq, zapaska yeri adı qırıldı, heç bir səhərdən biz maşını oradan çıxarda bilmədik. Qardaş, mən də düz dəmir yolun dördündə batıb qalmışam. Bir də görürəm, siqnal səsləri gəlir, gəmi siqnalları, qatar siqnalları səs gəlir. Bir dənə gördüm, teplavoz gəlir, saxladı. Qışqırıb ağır salıb ki, burada maşın saxlayarlar. Bura nə bilim, qatar yolunun yanıdır. Bəs nə edirsiniz siz, nə qarırsınız, nə işlə məşğulsunuz? Mən də deyirəm ki, Ruslu tam da bilmirəm də mən cəməli. Üzündən buna baş salıram ki, mən keyfimdən dayanmamışam da burada. Yəni burada kim keyfimdən dayanar? Batıb qalmışam. Dedi, nə kömək edə bilərəm? Dedim, dartsam məni, maşınımı əla olar. Qardaş, kimdən soruşun da, yəni 30 ilin, 50 ilin şoföründən soruşun. Görün kiminsə furasını, teplavoz dartıb çıxardıb, heç kimin. Mənim başıma gəlir. Heç nə qardaş, nə başıma ağrıdı. 5 tonluq remenləri, harca bir 4-5 qat, 6 qat elədim. Bağladım o teplavozu, belə yekə dəmir, belə qarmaq var idi. Ora keçirtdim. Elə bir ki, heç mənə dartmadı da o. Yəni, heç nə eləmədi də. Yəni, rahatsızlıqla mənə dartdı, oradan çıxartdı, sağ olsun. Mən də tez getdim, girdim ora, yükləmə yerinə. Gecə nə yüklədilər, səhərsi gün, saat günorta idi, sənədlərimi verdilər, 30-u. Çıxdım Peterdən, yəni Sankt-Peterburqdan çıxdım. Oradan sürə-sürə səhərə qədər sürdüm, gəldim Moskvaya keçdim. Moskvadan sonra da sürə-sürə 31-i 00 olanda mən Volgograda 60 km qalmışdım. Uzaqdan gördüm, salютları atırlar, fişəkləri atırlar. Nə başınız ağrıdım, fişəkləri atdılar. Mən yeni ili Volgograda 60 km qalmış qeyd elədim.
Volqoqradı gəldim, keçdim. Cəmaət hamı küçələrdə idi, ruslar hamı içən kimi. Mən yazıq kimi mən yolda bütün şoferlər xeyirdən və şərdən uzaq qalan şoferlər. Allah hamının ruzusunu yetirsin. Qəzasız bəlasız yollar qismətləsin. O dilənçinə şoferlər şey elədilər. Şoferlər şey elədilər, nədir? Başım qarışdı şey. Hərdə yəni bilənçinə gəldim yeni il günü, yanvarın 1-i gəldim, çatdırdım axşama özümü şeyə, gömrüyə. Gömrükçülər yazıqlar mənə dedilər ki, qardaş bu vaxt gələrlər. Deyəm, qardaş mən nağarım, mən də sizin kimi. Siz simində keçirdiniz, mən də tırın içində. Allah köməklər olmuşlar, sağ olsunlar, sənətlər tez belə elədilər. Gəldim Bakıya evimə. Yanvarın 2-si günorta mən Abeddə evdə idim. Heç nə, mən də xırda-xırda gedirəm. Biraz mənzərəni göstərim sizə. Mən də gedirəm xırda-xırda. Allah hamımızın yolunu açıq eləsin. Bura avtobus zolağıdır. Deməli Rusiyada qanunda necədir? Bu avtobus zolağı 6 bazar aktiv olmur. Ya 6 bazar ya da bazar günü aktiv olmur. Bir də buradan taksilər də istifadə edə bilər. Taksi maşınları da gedib istifadə edə bilərlər. Mən də sakit gedirəm. İndi probka çox da deyil, yaxşı ki. Nə yaxşı ki, yəni 8-in yarısıdır. Burada probka azdır. Gedim çatım. Çox yorulmuşam, dəhşət dərəcədə. Bir də elə evi istəyirəm. Gedim Bakıya. Onsuz da evdə çox qala bilməyəcəm. 12 saat belə qalacam. Gedim Bakıya çatım. Gedim. Nə bilim. Sonra oradan Gürcüstan. Gürcüstanı mən Azərbaycan kimi bilirəm. Gürcüstanda sıxılmıram. Gedim Gürcüstana. Sağ-salamat gedim çatım. Oradan da Abratdan Bakıya qayıdım, reysimi tamamlayayım. Ondan sonra çalan işlərim var. Yəqin ki bir 10-15 gün reysə çıxmayacağam. Azərbaycanda işlərim var, onları görəcəm. Biraz danışığım çox uzun oldu. Məncə 3-4 dəqiqəlik videolarımız 17 dəqiqə oldu. Heç bir şey. Hər birinizə Allah razı olsun ki, izləyirsiniz məni, abunə olursunuz, gözəl rəylər yazırsınız. Çox sağ olun, minnətdaram. İnanın ki, təkrar edirəm. Sizin o gözəl rəyləriniz, dualarınız mənə daha böyük bir enerji verir. İnşallah ki, böyük bir kütləyə sahib olarıq. Daha da böyük nə bilim səhifəmiz yaranar. Kommentdə yenə necə bir tərzdə video istəyirsən onu deyin. Orada məsələn kommentdə deyirlər bir zubor salon çəkən kamera olsun, bir də səni çəkən. Mənim bir dənə kameram var, o telefonumdur. İnşallah gələcəyə ikinci kamera alsam dediyimiz kimi eləyəcəm. Biri ancaq yolu çəkəcək, birində də mən özüm görsənəcəm, danışacağam. Sizə söz verirəm, onu eləyəcəm. Bir də mikrofonumu dəyişməliyəm. Mikrofon təzə də olsa yenə də bəyənmədilər. Bəziləri bəyənmədi səsi. Həqiqətən də düz də bəyənmirlər, çünki keyfiyyətdə biraz problem var. Onu da dəyişəcəm. Və salam. Belə də nə sualınız varsa, rəydə bildirin. Elə rəydə də cavablandırmağa çalışıram. Elə video çəkərək də cavablandırmağa çalışıram. Sağ olun. Özünüzdən müğayət olun. İnşallah yenidən görüşərik. Sabahdan inşallah ayın 4-ü problem olmasa mən yükləmədə olmalıyam. O birisi videonu oradan çəkməyə başlayacağım. Ta ki Tiflisə çatana qədər. Tiflisə çatandan sonra o görüntüləri birləşdirib paylaşacağım, YouTube'da baxarsınız. Yəni ayın 4-ü yükləməliyəm. 4-ü gündən başlayacağım. İnşallah. Sağ olun. Like eləməyi, komment yazmağı, rəy yazmağı, abunə olmağı unutmayın. Hamınız çox sağ olun, minnətdaram.